Zəhra salamullahi aleyhanın mövlud günüdür. Peyğəmbərimizin əziz qızı, Həzrət Əli İslamın zövcəsi, İmam Həsən və 11 imamın anası, şəhidlər anası, xanım Fatimə Zəhra salamullahi aleyhanın mövlud günü münasibətilə ən böyük təbrik sizlərə düşür. Əziz şəhid anaları, şəhid bacıları, şəhid həyat yoldaşları, yaxşı ki varsınız, yaxşı ki dəyərlimizsiniz. Allah sizin hər birinizə can sağlığı versin. Allah oğullarınızın ruhunu şad eləsin. Oğullarınızı İmam Həsən, İmam Hüseyin Həsən, Kərbəla şəhidlərini inşallah qonşu eləsin. Bir neçə kəlmə inşallah Kərbəlayı Pünhan müəllimə söz verək, məscidimizin axındı. Allah şəhidlərimizə ruhunu şad eləsin. Allah günün ehtiramına siz analara, bacılarının qəlblərinə səbir mərhəmət eləsin inşallah. Bildiyimiz kimi əziz Peyğəmbərimizin qızı Xanım Fatimə Zəhra salamullahi aleyhanın mövlud günüdür, təvəllüd günüdür. Bizim münasibətilə Allahdan istəyir ki, Allah şəhidlərimizin ali məqamlarını daha da ali eləsin. Və sizlərin qəlblərinə səbir mərhəmət eləsin. Allahdan istəyir ki, Allah şəhidlərimizi qiyamət